Salam qızlar, necəsiz? Gəlmişəm, işləyəm bəli. Artıq premium həyat bitdi. Keçək həyat həyatda işləyəm. Dünəndən də torul xəstələndim. Gecə səhərə qədər öskür asqır. İndi görək nə tər olacaq. Bu da salisil spirtidir. Tuta bilmədim, ay qoca. Tökmürəm, prosto burnumun üstünü siləcəm, açdım. Burnumun üstünü siləcəm ki, üstündəki yağlılıq azalsın. Dediyinə görə yağlılıq azalacaqsa, şişi də azalacaq. Hər yolu yoxlayırıq da şiş azalsın deyə. O tərəfsən. Azalmasa deyib Azərli oradan köçürdəsin. Adama deyir, tanışdıq eləyəndə, belə eləyərlər adama. Hərəkət tanışdıq vermişəm ki, filan kəsin. Orqanizmadır, bizdə o elə bir şeydir, incəlikdir, bəlkə incəlik mütləqdir. Amma orqanizmadan da düz asılıdır. Aytən burnu qəşəkdir. heç mən problem yox idi, Aykan edir. Benim mesaim başladı. Dünənləri çəkmişdim o videonu, bayaqçı videonu. Bugün də davamını çəkirəm. Evdə makyaj eləməyi çatdıra bilmirəm. Çünki səhər tezdən yemək zat pişirdim, evdə qonaq var deyəndən sonra ancaq evin işləri ilə məşğul oluram. Gəldim makyajımı burada eləyim. Əslində çox makyaj eləmirəm çünki zaten üzümün çox yeri şişdi. Burnumun qıraqları da yaradı. Ona görə çox makyaj eləmirəm. Amma az da olsa nəsə istifadə eləməyə çalışıram. Yoxsa ruha oxşayıram. Kim istəməz ki, insan gibi görürsün. Ay Allah, gözümün bu dip hissəsi var ya burası. Burası hədsiz çox içəri girib elə-belə. Batıb içəri. Bilmirəm, indi bu əməliyyatın şişi ilə əlaqədardır, təzdən düzələcək, yoxsa elə belə qalacaq. Ümid edirəm, təzdən düzələr. Düzəlməsə, yəni, apartullah. İnşallah düzələcək, hər şey düzələcək. Motivasiyanı güclü tutarsın. Özümə təsəlli verməkdən yoruldum, Allah haqqı. Düzdür, hələ heç bir ayım tamam olmuyor. Yəni, çox da qorxulası bir şey yoxdur. Prosta insanlıq daha yeni narahat oluram. Ki, birdən də neysə bir fəsad qalar. Ömürlü bir şey qalmağını istəmərəm. Kifri üçün, kifri deyirəm, qaş üçün heç nə gətirmədiyimə görə tuşdan kifriyə də, qaşa da istifadə edirəm. Rəngini biraz tündləşdirir en azından. Ucu bir ayda üz qaşımı aldırmıram yani. Çünki aldıra bilmərəm hələ ki, qorxuram. Düşünün ki, kimsə yaxınıma gələndə qorxuram indi. Qaldı ki, izləyən qaşını kimsə ala. Nətər olacaq heç bilmirəm. Da deyəsən. Bildiğiniz makyaj eləməyə zülüm çəkirəm, yəni. Mən deyirdim, makyaj eləyərəm qəşək fıstıq kimi. Burnum uzadım qəşək. İndi zülündəyəm. Dodağımı qatlayamıram ki, makyaj eləyim. Sidin dənəsi kimi istəyirəm özümü. Bilmə, baxmışsınız yoxsa yox. O buz devrində var ya, sidin dənəsi olur bir seriyasında. Dişsiz, zatsız. Onun kimi hiss edirəm özümü tek. Belə bir dişim zadım yoxdur.
Direkt lineri çekebileceğim. Bir aydan çoxdur deyirəm ki, linerlər haqqında video çəkəcəm. Ki, hansı daha yaxşıdır deyə. Hələ çəkib qutaramamışam. Gedim o birisi lineri də alım. İnşallah onu çəkəcəm. Mənim gözüm çox yaşardığı üçün mənə yəni qalıcılığı yaxşı olan bir liner lazımdır. Bu Maybelline lineridir. Trendyoldan zakaz etmişdim. O neçə manata? 1 qəpiklik də, yəni 1 qəpiklik. O qədər keyfiyyətsiz bir şey çıxdı ki. Bax, ucun görsünüz, qalxıb ucu üstünə qalıbdı. Sonra çəkməyi də ki, apartırlar. İlk vaxtlarda əla, yaxşı idi. Bu nə qədər istifadə etmişəm ki, mən heç. Sonra əməliyyatım oldu, demək olar istifadə eləmədim, deməli tez xarab oldu. Amma mənim bir istifadə ediyim liner var, o çox qəşəngdir. Yəni alım onun təzəsini video çəkəcəm sizin üçün. İnşallah. Neyse, make-up'dan bu qədər yapa bildik. Saçlarımız belə. Özümə təzə sırğan almışam, iş yoldaşım satırdı. Qəşəngdir, baxın, kaflar. Mənim qulağım balaca olduğuna görə kaflar mənə həmişə boş olurdu. Birinci dəfə ki, mən qulağıma uyğun kaf tapdım. Yəni. Bu da mənim antenalarımdır, belə qalacaq. İndi saçaq saçlarımızı. Başlayaq işimizə. Müdiriyyət az qalsın, zaten məni öldürmək istəyir. İş çoxdur deyə. Öldürmək.